Allah'ın salamı, rəhmət və bərəkəti olsun Əhl-i Beyt aşiqlərinə. Bir alim belə söyləyir ki, oturmuşdum səhranın ortasında. Gördüm ki, yarpaqların altında bir qarışqa bir buğda dənəsin aparır. Çox əzab-əziyyət çəkir. Yol genişli, yoxuşlu olduqca daha çox əziyyət çəkir. Amma bu əziyyətə rəğmən buğdanı dartır aparır. Bu dartıb aparanda bu, mənə maraq götürdü. Düşdüm bunun arxasınca ki, görüm bu hara gedəcək. Mən düşdüm, izlədim deyir, gördüm deyir, uzun yol getdik deyir. Gördüm deyir, gəldi durdu yuvasının ağzında, gəldi yuvasına çatdı. Yuvasına çatanda bir sərçə yuxarıdan uçdu, gəldi. Qarışqa ilə buğdanı yedi. Qaldım deyir matəmətəl ki, gör nə qədərinə bu əzab, əziyyət keşməkeşli yollardan keçdi, gəldi. Öz iradəsindən dönmədi. O buğdanı özü ilə gətirdi yuvasına. Yuvasına gəlib çatanda sərçə gəldi, onu qapdı, yedi. Düşündüm ki, insan da bax belədir. Zəhmət çəkir, əlləşir, vırışır. Bu oğlumun, bu qızımın, bu qohumun, bu ağrəbəmin. Amma sonda bilmir ki, ölüm mələyi gəlib bunu aparacaq. Bir günlərim o qədərinə bir-birləncinə əlləşir, vırışır, zəhmət çəkir, varı, dövləti, imkanı, hər şeyi olur. Xoşbəxt günləri başlayanda ölüm mələyi onu aparır. Gətirirlər, qohum, ağrəbə, oğul, qız, hamısını gətirirlər, dəfn eləyirlər. Ta ki o yerə kimi bunu qəbrə qoyunca. Qəbrə qoyulandan sonrasına hamı bundan ayrılır. Bu qəbirdə qalır bunun. Bu özü təkcə qalır, hamı çıxır, gedir. Bir imanı ilə əməli salih əməlləri qalır. İmanı ilə, salih əməli ilə baş-başa qalır bu qəbirdə. İnsan o qədər bədbəxtdir ki, çalışır, vırışır, unamır, bilmir, başa düşmür, cahil insanlar o. Başa düşmürük ki, bir gün bu ölüm mələyi bizi gəlib aparacaq. Bu yığdığımızın, dərdimizin üstündə kimlər qırğın salacaq, kimə qismət olacaq, heç oy da bilmirik. Amma bir onu bilirik ki, elə əlləşək, vırışaq, çalışaq. İndi buradan özümüzə bir təmşiyyət götürməliyik ki, ay vəfasız dünya. Heç kimə qalmayan dünyadır bu. Nə yaxşı olar ki, bir-birimizin xətrinə dəyməyək, qəlbinə dəyməyək, nətər dilə savaşmayaq, kin-küdürət saxlamayaq, birimizin başı ağrıyanda onun başının üstünü aldıraq. Xoş o adamın halına ki, deyir, xəstəni yoluxmaq nə qədər bizim kimi insanlara savabdır. Gedib onun yanında oturmaq, dərdinə şərik olmaq. Amma biz küsürlük saxlayırıq, kin-küdürət saxlayırıq ki, falan vaxtı falan dedim. Bunların hamısı boş şeylərdir. Ahirətdə əməlimizdən başqa bizə heç nə qalmayacaq. İndi bu sözümü mən nəyə gətirəm? Bu kasıblar elə zülüm şəxsi ilə dolanırlar. İlla hamdakı bu maşallah olsun, imkanlarımız ki var, heç onlar ölüm qorxusu gətirmirlər özlərinə. Elə bilirlər ki, ölməyəcəklər. Bu dünyanı tutub gedəcəklər. Amma yox, Süleyman Peyğəmbərə qalmayan dünya siz bilən kimə qalacaq? Yaxşısı budur ki, nə qədər ki, nəfəsiz var, kimin nədən ixtiyarı, icazəti varıdsa, ehtiyacı yoxsa ondan kasıblara, nətər də ehtiyacı olanlara versin. Milyonlarımız olsun, milyardlarımız olsun, necə olacaq? Nəfəsi getdi, gəlmədi, hə? Ondan sonra necə olacaq? O Bəhlul Danəndə bir misal deyirlər ki, ay Bəhlul, sən ki bu cürnədəni padişahın qardaşısan, bir dal günüyə bir şey atdı, balalar var səndən sonrasına. Bir gün bir məclisdə oturanda bitkə yer, bitkə dala atır, bitkə yer, bitkə dala atır. Cəmaət deyir ki, ay Bəhlul, nə qayırdın sən? Bu itlər boğuşur burada, sən arxa tərəfin. Deyir, demədiniz ki, bitkə yeyəndə bitkə dala at. Mən də bitkə yeyirəm, bitkə dala atıram. Görürsünüzmü, itlər nətər boğuşur. İndi mən öləndən sonrasında, əgər mən yığıb dərsəm, bir yerə bir şey qoysam, mən də balalarım eləncənə boğuşacaqlar. İndi o misalını gətirirəm ki, yəni biz aylaq,
Bizə nətərdilər otağa, o qəzzadakılar acından ölürlər, sunan ölürlər, yalandan davanı yatızırdılar. İndi görəsən nə fikirləri var, nə bicdikləri var. Vallahi bu çartlama nədir bizim başımıza çatlamasın, Allah özü qorusun. Azərbaycanın başında çartlayacaq elə hər şey. Öz başlarında çatlasın. Bizim də gümanımız Allahadır, qurban olum Allaha. İmam Zaman ağanı təcil eləsin ya Allah. Bizim də ümid yerimiz odur. Əlimizdən nə gəlir? Allah ismətimizi, abırımızı, həyamızı, cavanlarımızı, gənclərimizi, balalarımızı, evlatlarımızı qorusun. Sağ olun, salamat qalın. İmam Zaman ağanın zührü üçün bir salavat göndərə gün. Allahümme səlli əla Muhammedin və ali Muhammed əcil fərəcə.